Sentyabrın 27-sində döyüşlərə başladıq. İstəyirdik tez bir şəkildə torpaqlarımızı azad eləyək. Düşmənin üstünə getdikcə düşmənin qaçdığını görürdük, daha da çox ruhlandırırdı. Hədəfimiz hələ də var, mən tam hazıram. Mən Vəliyev Şəmsi İlqaroğlu, Füzuli rayon Araz Yağlıvən kəndində anadan olmuşam. 2016-cı ildə orta məktəbi bitirib ali məktəbə qəbul oldum. 2020-ci il iyulun 24-də mən hərbi xidmətə yollandım və uşaqlıq arzularımdan biri reallaşdı. Mən xüsusi təyinatlı qüvvələr mənsubu oldum. Döyüşə hazırlıqlı gənc kimi yetişdirdilər və bir müddət sonra əsgərlik hazırlıqlarımız davam elədiyi müddətdə biz döyüş xəbərini eşitdik. Düşmənin atəşkəsi pozduğunu və hücuma keçmək istədiyini eşitdik. Müharibə olanda adətən kədərlənirlər. Müharibə dağıntılar deməkdir. Müharibə insanların ölümü deməkdir. Müharibə dəhşət deməkdir. Amma bizim xalqımız, şəxsən mən özüm o qədər sevindim. O qədər sevindim ki, nəhayət ki, torpaqlarımızın azad edilməsi imkanı gəldi. Sentyabrın 27-sində Kəlbəcər istiqamətində döyüşlərə başladıq. O dağları qalxmaq biraz çətin idi, amma biz o dağları fəxrdən qalxırdıq. Döyüşün başladığı müddətdə bu fakt idi ki, mən orada həmin vaxtda 3 ayın əsgəri idim. Gedib elə bir yerə düşmüşdük ki, göydən alov yağırdı, minamyot atəşi, güllə yağışı. Bu bizdə hardasa həyəcan yaradırdı, amma vətənpərvərlik hissi, qisas hissi hamısının üstün gəlirdi. İstəyirdik tez bir şəkildə torpaqlarımızı azad eləyək. O fəxr hissi ilə ailəmizin qarşısına çıxmaq istəyirdik ki, bəs ata, ana, mən getdim o torpaqları qaytardım, mənim də orada bir payım oldu. 18 gün oğlum Şəmsidən heç bir məlumat almadım. Pis günlərim idi. Arxada söhbətlər gedirdi ki, Şəmsigilin dəstəsi pusquya düşübdü, şəhid olubdu. Bir neçə gündən sonra Şəmsinin sağ olması barəsində məlumat aldıq. Uşağı yola saldıq əsgərliyə. 2 aydan sonra müharibə başladı. Yoldaşıma deyirdim, Şəmsigili də apararlar müharibəyə. O mən deyirdi ki, yox, aldadırdı ki, 2 ayın əsgərini aparmazlar. Sonra mənim böyük oğlum tez-tez gedirdi orada onunla görüşməyə. Müharibə başlayandan o da gəldi kəndimizə. Mən deyirdim ki, sən niyə gəlmirsən bura, niyə qardaşını gedib tez-tez orada yoxlamırsan? Deyirdi ki, qardaşımı aparırlar təlimə, orada deyil. Mən də deyirdim ki, get orada dur, nə vaxt gələndə mənə zəng elə, mən uşaqla danışım. O deyirdi ki, mama, görüşmək mümkün deyil. 15 gün, 20 gün keçəndən sonra mən böyük oğluma yenə dedim ki, sən get orada dur, Şəmsigili nə vaxt gətirəndə mənlə danışsın, mənim ürəyim partlayır. O dedi ki, yaxşı, getdi məni elə aldatdı. Orada duran əsgərin birini danışdırmışdı ki, bu Şəmsinin komandiridir. 18 gün oğlum Şəmsidən heç bir məlumat almadım. Gecə səhərəcən Allaha yalvarırdım, deyirdim Allah sən hamının balasını qoru, mənim də balam içində. Həqiqətən ağır döyüşlər idi, amma düşmən bizim xüsusi təyinatlıları görən vaxtı müəyyən postlar üzərinə gedən ağ bayrağı görürdü. Düşmən qorxurdu, tir-tir titrəyirdi bizim qarşımızda. Kəlbəcərdə ümumiyyətlə relyef çox pis idi. Həmin o dağları çıxmaq, düşmək biraz çətinlik çəkirdik. Biz biraz gecikdiyimizə görə orada müəyyən bir atışmalara düşdük, orada minamyot atəşinə tutulduq. Oradan Cəbrayıl istiqamətinə yollandıq. Cəbrayılə yollanmamışdan qabaq biz Beyləqanda yerləşdik. Beyləqandan Füzuliyə gələndə millətimizin vətənpərvərliyi bizim gözümüzü yaşardırdı. Ağlamaq hissi bir o qədər yox idi məndə. Mən elə bilirdim ki, mən ağlaya bilmirəm, amma o cəmaatı görəndə o qürur hissindən gözlərim dolurdu. Bir dənə dayı var idi, yolun qırağında manqal düzəldib, bir-bir gəlirdi kamazlara, o manqaldan kababı çəkirdi, verirdi bizə.
müəyyən insanlar var idi ki, mağazindən əlinə keçənləri gətirib verirdi. Füzuliyə girəndən sonra bütün cəmaatımız yolun qırağında, uşaqlar, qadınlar, kişilər, fərq yoxdur, kim var, hamı yollardadır, dəstək olmağa çalışırlar. Yəni qışqırırlar, dəstəkləyirlər, gül atırlar, müəyyən ərzaqlar atırlar. Həm mənəvi, həm maddi cəhətdən köməklik göstərməyə çalışırlar. Yəni oradan indi də danışanda biraz qəhər hissi gəlir. Oradan biz hardakı yerləşməli idik, ora qədər gələnə qədər mənim gözüm doldu. Yoldaşlarım bilirdi ki, mən Füzulidənəm. Mən belə deyək də, Kamazın arxasında dedilər ki, gəl keç buradan, bəlkə tanıdıqlarını görərsən də. Yəni gözüm ancaq yoldaydı. Bu uşaqları da görəndə, qadınları görəndə adamın gözü dolurdu ki, biz həqiqətən belə gözəl millətik, belə vətənpərvər millətik. Bir yumruq kimi hamımız bir yerdəydik həmin vaxtı. Axtarırdım ki, görüm kimlə əlaqə saxlaya bilərəm ki, görüm mənim oğlum hardadır, sağdımı, necədir vəziyyəti. Maşınla gedirdim, qəfildən telefonuma Nəmalım bir zəng gəldi. Gördüm, mənim oğlumun səsidir. Bilmədim nə edeyim. Qəfildən maşını saxlatdım. Bala qadanım, hardasan, yerdesən? Eşitdim ki, oğlum Hadrutdan qayıdıb Kərimbənin üstündə bir neçə saatlığa dincəlmək üçün ora gətiriblər. Elə oradan da qayıtdım ora. Getdim, o oğlumla görüşdüm. Bizə komanda gəldi ki, Cəbrayıl istiqamətində əməliyyatlar başlamalıdır. Bizim əməliyyatlar gecə vaxtı olurdu. Burada dron heyəti kimi müəyyənləşdik. Dronçu olaraq döyüşə başladı. Kamikadze dronlar var idi ki, 20 metr radiusunda məhv eləyirdi. Həm onları daşıyırdıq belimizdə, həm də əlimizdə avtomatımız olurdu. Yəni müəyyən bir vaxtda düşmənlə atışırdıq da, müəyyən bir vaxtda o dronu qaldırırdıq da. Yəni bizim tapşırığımız bundan ibarət idi. Və biz Cəbrayıl istiqamətində əməliyyatlara getdik. Yağış bizim əməliyyatı biraz çətinləşdirirdi. Zəmidə yağış yağanda ümumiyyətlə palçıq dizə qədər çıxırdı. Orada da müəyyən itkilərimiz oldu, şəhidlərimiz oldu. Amma uğurlu əməliyyat kimi geri qayıtdıq. Bizə tapşırıq gəldi Hadrut əməliyyatı. Hadrut əməliyyatında biz komandalar şəklində bölünmüşdük. Mövqelərimizdə ki, maskalanıb dayanmışdıq. Həmin vaxtı radioya qulaq asmaq şansımız oldu. Cəbrayılın müəyyən kəndlərinin azad olunmağını çatdırdı və sonda Füzulinin müəyyən kəndlərinin azad olduğunu bildirdikdən sonra özümü saxlaya bilmədim. Bir Füzulidən olan bir gənc kimi, müharibədə olan bir əsgər kimi o mənim üçün çox qürur verici bir hiss idi. Biraz dolmuşdum, gördüm ki, dayana bilmirəm. Uşaqların yanından aralandım, qıraqda başladım sevincimdən ağlamağa. Hadrutda olan uğurlu əməliyyatımızdan sonra bizim digər əməliyyat əmrimiz gəldi komandanımız tərəfindən. Biz Tuğa tərəf irəliləməyə başladıq. Bir yağışlı gün idi, zəng elədi. Dedi ki, papa, Tuğdur, bu yerlər bizə aiddir. Atası da dedi ki, hə, bizim yerlərimizdir. Mən də aldım, danışdım, dedim ki, Şəms, sən hardasan? Dedi ki, nədir ki? Dedim, sən bəs Bakıda əskərlikdə deyilsən? Bakıda dedi ki, yox. Sonra qardaşım da buradaydı, o mənə dedi ki, sənin oğlun neçə gündür ki, müharibədədir. Ondan sonra elə bilərəm ki, bax, mənim pis günlərim başladı. Pis olsam da yenə də sevinç hissləri də keçirirdim, fəxr eləyirdim ki, mənim uşağım müharibədədir. Hədəf Xocavənd rayonunun Tuğ kəndi idi. Tuğ əməliyyatı daha çətinləşdirən bir səbəb o oldu ki, elə bir qatı duman var idi ki, yəni 2 metr qarşını görmək olmurdu. Pilusdakı bu gecə vaxtı olan bir əməliyyat çətin idi. Bir-birimizə ip bağlayıb gedirdik. Yəni, patinka ipləri var idi üstümüzdə əlavə, onlardan bağlayırdıq ki, itirməyək. Çünki itirsək kolon şəklində gedirik, kolon çox uzundur, məsafə çox böyükdür. İtirsək kolonu qırıla bilər. Bir neçə döyüş yoldaşlarımız ağır yaralandı. Orada mənim tağım komandirim Şərifov Mirnağı şəhid oldu. Tuğ tərəfə getməli idik. Orada düşmənin xaincəsinə atəşini gördük. Bizə atəş atmağa başladılar. Atəşdən hər birimiz mövqelərə keçdik. Mövqelərə keçəndən sonra minamyot atəşləri başladı. Minamyot atəşləri çox qatı bir sürətdə üstümüzə yağırdı. Hər birimiz mövqelərə qaçmağa
can atırdıq. Bizim də əsgərlərimizin əlində kornet mərmisi var idi. Tank əleyhinədir kornet mərmisi, böyük bir mərmidir. Düşmənin minomyot mərmisi gəldi o kornet mərmisinin üstünə düşdü. Elə bil orada daha çox partlayış əmələ gəldi. Və bu partlayışdan ən azı orada 6-7 şəhid verdi, bir 10-a yaxın yaralı verdi. Uğurlu əməliyyatdan sonra cənab Hikmət Mirzəyevdən bir toplantı görüşümüz oldu bizim. O Cəbrayılın Böyük Mərcanlı kəndində bu görüş baş verdi. Əsgərlər, gizirlər, bütün hamı o toplanış yerində idi. Dairəvi bir vəziyyət almışdıq. Hamımıza çökməyimizi komanda verdi və biz çökdük həmin anda. O toplanış anında bir stul gətirdilər, verdilər cənab Hikmət Mirzəyevə. Stulda əyləşmədi. O stulu çevirərək bizim kimi çökdü və bizdən söhbət eləməyə başladı. Çox gözəl anlar idi. Orada bir danışıq yadımdadır. Bizə dedi ki, inşallah döyüşçülər harda görüşürük? Biz hamımız bir ağızdan qışqıraraq Şuşada görüşəcəyik dedik. Bizim Çanaqçı əməliyyatımızdan sonra mövqeyi var idi ki, oranı götürməli idik, bizim Şuşaya yolumuz açılsın və biz o mövqeyi götürdük, azad elədik torpaqlarımızı və Daşaltı yolunda irəliləməyə başladıq. Daşaltının dağın ki, qalxmaq var idi, biraz çətinlik yaratsa da, müəyyən qədər əziyyətimiz olsa da, yəni orada biz çox susuz qalmışdıq. Əməliyyatlarımız ard-arda olurdu deyə müəyyən bir qədər də itkilərimiz var idi. Ona görə dayanmamalıydıq. Çünki düşməni çox zəiflətmişdik. Düşmənin üstünə getdikcə düşmənin qaçdığını görürdük, daha da çox ruhlandırırdı. Şuşa yolunda gedəndə müəyyən bir asfalt var idi ki, biz oranı keçməli idik. Oranı da Şuşanın içindən, dağın zirvəsindən snayper müşahidə edirdi. Ziqzaqvari qaçdıq, bir meşənin içinə gəldik, orada mövqeyləndik biz. Komandirin əmrini gözləyirdik ki, Şuşanı tam mühasirəyə alaq, Şuşanımızı azad eləyək. Həmin vaxtı düşmənin bizə qarşı hücumu oldu. BMP-lərdən, tanklardan gəldilər. Deməli, sol tərəfimizdən BMP gəlir, sağ tərəfimizdən tank gəlir, plus PK-lardan atırlar, avtomatlardan atırlar. Minomyot yağışı orada davam edir. Yəni bir anlıq orada çıxılmaz bir vəziyyətə düşmüşdük. Amma yenə də komandirə inanırdıq ki, komandirimiz bizi buradan çıxardacaq. Biz ona həmişə ümid işığı olaraq baxırdıq. Daşaltı əməliyyatından sonra o müəyyən ki, BMP-lər, tanklar var idi. Bizim gizirlərimiz onları məhv elədi, qəhrəmanlıqla məhv elədi. Və bundan sonra Şuşaya qalxmağa başladı. Şuşaya qalxanda bizim sursatımız çox azalmışdı. Demək olar ki, güllədən başqa əlimizdə heç nə yox idi. Tank əleyhinə heç bir mərmilərimiz yox idi. Çətin bir vəziyyət idi. Və Şuşanı orada tanklar ki var idi, yəni dairəvi şəkildə patrulluq edirdi. Yəni bir neçə dənə tanklar bir 15 dəqiqədən, 20 dəqiqədən bir gəlib fırlanırdı. Biz tank əleyhinə əlimizdə heç nə yoxdur. Gəlib ora qədər çıxmışıq. İstəmirik ki, təminatı gözləyək. Tezliklə Şuşanın azadlığı, o qəhrəmanlıq hissləri ki, insanda oyanır, o komandirin siz mənim qəhrəmanlarımsınız deməyi, sizə inanıram deməyi bizi sanki hər birimizi bir tanqa çevirirdi, bir BTR-ə çevirirdi. O günlər çox dəhşətli günlər idi, o 44 günlük. Amma ordumuzun, xalqımızın zəfər günləri idi. Bu günləri biz dünyada qalib xalqıq. Bu günləri bizim prezidentimiz qalib prezidentdir. Bu günləri bizim ordumuz qalib ordudur. Bu şərəfi tək biz Azərbaycan ərazisində yaşayan Azərbaycanlılar yox, bütün dünyada yaşayan Azərbaycanlılar keçirdir. Şükür bugünkü günümüzə. Yəni hədəfimiz hələ də var. O düşmən tapdağı altında olan bəzi torpaqlarımız ki var ki, tarixi torpaqlarımız. İnşallah onların da azadlığını görəcəyik. İnşallah orada da igidliklə döyüşmək qismət olar bizlərə. Mən tam hazıram.